naməlum qadın onun gələcəyi haqqında ağlasığmaz sözlər dedi. 17 yaşında eşitdiyi o dəhşətli kəlmələr Damlanın həyatının həqiqətinə necə çevrildi? Birazdan doğum günündə o hər zaman uşaq kimi qəhərlənir. Kövrək və həzin duyğu selinə qərq olur. Nəyi düz, nəyi yanlış etdiyinin hesabatını verir özünə. Geriyə boylanıb ömür kitabını vərəqləyən qəhrəmanımız uca yaradanın onun bəxtinə yazdığı sevgi payına görə şükürlər edir. Bugünədək bircə dəfə də olsun özünə təmtəraqlı ad günü keçirməyən Damla. Qəlbindəki inam onu daim irəli apardı. Başına gələnlər, gətirilən oyunlar yolundan döndərmədi. Sevənlərinin isti münasibəti onun üçün mayak oldu. Ən çətin anlarında qolundan tutub yıxılmağa qoymadı. Bir oğul anası Damla çalışdı ki, mənəvi gücü sayəsində bütün müşküllərin öhdəsindən gəlsin. Daim üfürdükcə alovlanan közə bənzədir Damla. O damla-damla qazandığı sevgi və hörmət hissini kimsəyə güzəşt etmədi. Bugün onun dünyaya göz açdığı gündür. Alayı onu dünyalarca sevdiği atasından bir ömür ayrı saldı. Cəmi cümlətanı 63 il yaşayan qərib kişidən qızına böyük bir miras qaldı. Balasına aşladığı səbir, dözüm, ağıl kimi dəyəri heç nə ilə ölçülməyən sərvət qoyub getdi o. Susmaq gözəldir, deyir Damla. Nə qədər daşqalaq yağışına düşsə də, tənqid hədəfi olsa da, onun özünə xas susqunluğu və sərt təpki göstərməməsi diqqət çəkir. Damlanın adını hallandırıb gündəm yaratmaq istəyən həmkarları da az deyil. Bu hal həssas qəlbin sahibini incitsə də, o cavabı hakim olan zamana buraxır. Atmacalarına reaksiya ala bilməyən bəzi şəxslər onu daim obrazda olmaqda suçlasa da, müğənni bunu cəfəngiyyat hesab edir. Kimlərsə onun diplomatik gediş etdiyini iddia etsə də, o bunu sakit, sülhsevər və üzyola xasiyyətinə bağlayır. Bu xüsusiyyəti onu çoxunun gözündə böyüdür. Damla tənqid olunduqca fanatlarının sayı artır.
Damlanın sənəti ciddi deyil fikri ilə də razılaşmır. Ali təhsilli müğənni olduğunu və musiqidən yetəri qədər baş çıxardığını, 2013-cü ildən başlayan fəaliyyəti boyunca bircə dəfə də olsun mahnılarında bayağı ifadə işlətmədiyini dəfələrlə demək məcburiyyətində qalır. Səhnəmizin ulduzu Aygün Kazımovadan dərs götürüb səhnədə şoular etmək həvəsindədir. Damlanın düşüncəsinə görə maddiyyatı yalnız işə yatırmaq lazımdır. O bahalı ev, avtomobili ilə öyünən həmkarlarına vaxtaşırı üzünü tutub yalnız keyfiyyətli işlərin yarışına çıxmağa çağırış edir. Vur! Qızının uğurlarını gördükcə fərəhdən ürəyi köksünə sığmayan ata qürur duyardı onunla. Damlanın ifasına biçilən ağır kədər, sonsuz istirabı görən atanın qəlbi pərişan olar. Qızından niyə məhz belə mahnılar oxuduğunu soruşardı. Damla susardı həmin anlarda. Nə deyəydi axı? Onsuz da yaşadıkları göz önündə idi. Özünü dərk edəndən zəhmətə qatlaşan, sıxıntılarla üzləşən Damlanın başı bu dünyada nələr çəkmədi ki? Böyük həvəslə konsertinə hazırlaşan bir vaxtda taleyin qəfil zərbəsini alan müğənninin həyatına qaranlıq çökür. O bu dünyada ən çox sevdiyi, güvəndiyi arxa dayağını itirir. Canı qədər sevdiyi atasıyla vidalaşdığı gün onun ömrü boyu unuda bilməyəcəyi həyatının ən ağır mənzərəsi idi. Göz yaşını ürəyinə axıdan Damla ən çıxılmaz anlarında yeganə oğlu İbrahimə sığınır. Onun ağıllı baxışları Damlaya inanılmaz güc, qüvvət, yaşamaq eşqi bəxş edir. Oğlum başına oğul böyüdən ana hər bir çətinliyə mərd-mərdanə sinə gəlir. Axı bu dünyada ona hər an ehtiyacı olan balası daim anasını güclü görmək istəyir.